vicdanlı, gözəl bir qızımı dəvət edeyim. Xəbər Show saytının direktoru, bir çox saytları var, bir çox yazıların müəllifi Aysel Ağayeva. Aysel, gəl gözəl qızım mənim, gəl. Alqışlayaq Ayseli, zəhmət olmasa. Necəsən gözəlim, xoş gəlmişsən. Sağ olun, minnətdaram dəvətiniz üçün, xoş sözləriniz üçün çox sağ olun. Nə yaxşı ki, sizin kimi işini bilən, peşəkar bir xanımdan bu cür sözlər almaq mənim çox xoşbəxt etdi. Mən bu günləri yaşamışam deyə. Mən nə olub... Bir dənə şey səhv demədim. Yox, bir dənə sözü nə var idisə onu mən bilirsən tamaşaçılarla səmimiyik biz. Sən xoş gəlmişsən verilişimizə. Teşekkür edirəm, var olasınız. Aysel, səni çox sevirik. Bugün burada sənin yerin var. Çünki sən bizim dostlarımızın sırasında arasındasan. Teşekkür edirəm, var olun. Çox sağ olun. Buyur əyləş. Belə, biz tam olduq. Əslində, neyək? Rəqs eləyəcəyik. Rəqs eləyərik, libasımızı dəyişəndən sonra təbii ki. Rəqsimiz də olacaq da, düzdürmü? İndi nə olsun rəqs paltarları geyinib gəlməmişsiniz? Rəqssiz mümkün deyil. Mümkün deyil, bəli. Ancaq kimsə oxsa rəqs eləyə bilərik, niyə deyil?